Bugün Azərbaycanımızın Dilbər Gülşən əlindən barlı, bərəkətli, günəşli Ağsu rayonu Çaparlı kəndində məzarlıqdır. Allah məzarlıqda uyuyan hər bir şəxsə rəhmət eləsin. Bu məzarlığımızı, dünyamızı bizlərə qaytaran əziz şəhidlərimizdən onların ruhlarına xatirə diləyirik. Onlar bizə azadlığımızı, bugünkü günümüzü, firavanlığımızı bizə nəsib edən cəm şəhidlərimizin ruhu şad olsun. Şəhid qardaşlarımızdan biz bugün doğma yurdunda böyük başa çatan Çaparlı ilində Şeylov Gizir Ramin Qüdrətoğlu'nun ziyarətini toplaşmışıq. Bu ziyarətdə gələn hər bir kəsə öz təşəkkürümüzü, minnətdarımızı bildirdik. Beləcə də digər şəhid qardaşlarımız burada uyuyur. 1-ci və 2-ci Qarabağ şəhidləri vətənimizin azadlığı uğrunda şirin canlarından keçərək şəhadətə ucalıblar. Hər bir şəhidçilər onların ailələrinə, onların şəhid ata-analarının ruhları qarşısında baş əyirik. Şəhid bugün Şeylov Ramin Qüdrətoğlu'nun atası Qüdrət əmi burada iştirak edir. Necə də eynən bizim digər şəhid qardaşlarımızdan Cəfərzadə İsrail Namikoğlu burada Ağsu torpağında əslən burada doğulub, böyük başa çatıb, şəhadətə ucalıb, Subolşan uğurlarında şəhadətə ucalmışdı. Atası Namik müəllim iştirak edir, təşəkkürümüzü bildiririk. Beləcə də digər şəhid sevərlərimiz hər birinizə təşəkkürümüzü bildiririk. Hal-hazırda biz Qulu torpağımızda, bu gözəl Ağsu rayonunun Çaparlı kəndində şəhid Gizir Ramin Qüdrətoğlu Şeylov'un şəhadətə ucaldığı, uyuduğu torpağı öz canı bahasına əldə etdiyi öz adşanınla onun doğulduğu torpaqda uyuduğu məzara ziyarətə toplaşmışıq. Hər birimizi özləri təşəkkürümüzü bildiririk. Şəhidlər ölməz, vətən bölünməz. Hər zaman şəhidlərimiz qəlbimizdədir. Hər zaman onları öz xidmətlərinlə, qanları, canları bahasına əldə etdikləri qələbəni bizlərə ərmağan elədiyinə görə bizim də vacib borcumuz hər bir kəsin onları hədəfə saxlamaq, ziyarət eləmək. Allah bütün şəhidlərimizi ruhunu şad eləsin. Onlar hər biri bizim tariximizi yaşadıblar. Əziz şəhid sevərlər, əziz vətən təəssüfkeşləri, bugün Ağsu rayonu Çaparlı kəndində dünyaya göz açan şəhid Gizir Ramin Şeylov Qüdrətoğlu'nun məzarının ziyarətinin başındayıq. Keçdiyi ömür yoluna, göstərdiyi qəhrəmanlığa diqqət yetirdikdə bu balaca ürəyinlə böyük Azərbaycanımıza böyük qəhrəmanlıqlar nəsib edən, onları azadlığımıza qovuşduran şəhidlərimizdən biri Ramin Hüseynov olmuşdur. Əziz şəhid qardaşım, siz hər zaman qəlbimizdəsiniz. Siz hər zaman ürəklərdə yaşayırsınız. Ona görə ki, siz elə bir adla, sanla, qürurla bu dünyaya gəlib, bu dünyadan getmişsiniz ki, İmam Hüseyin aşıqısınız. Bu əməlinizlə həmişə qəlblərdə yaşayacaqsınız. Əziz şəhid sevərlər, hal-hazırda məzarı başında olan hər kəs öz ürək sevgisi, öz ürək məhəbbəti, qüdrəti ilə Gizir Ramin Hüseynov'un salamlayırıq. Ruhun şad olsun əziz qardaşım. Hər zaman yaşayırsan, hər zaman sağsan. İndi isə şəhid atası Cəfərzadə İsrail Namik müəllimə söz veririk. Hər birinizi salamlayıram. Bu günləri bildiyiniz kimi doğulduğum torpaqda, doğulduğum rayonda şəhidimiz Ramil balamızın
ziyarətinə gəlmişik. Allah ruhlarını şad eləsin. Amin. Amin. Allah məqamlarını uca eləsin. Çox sağ olun. Darıxma, darıxma. Əziz şəhid sevərlər, hal-hazırda Ramin qardaşımızın məzarının ziyarətinə gələn gözəl vətənpərvər qardaşlarımızdan biri də Oktay qardaşımızdır ki, şəhid Ayətov Fikrətin qardaşıdır. Buyurun, ürək sözləriniz. Mən də sizləri bu günləri Çapalı vətəndaş olaraq salamlayıram. Mən itkin şəhid Fikrət Ayətovun qardaşıyam. Bu günlər biz Çapalı kənd qəbirstanlığında Gizdir Ramin Qudrət oğlunun ziyarət edirik, məzarını ziyarət edirik. Allah Taala onun atasına, ailəsinə can sağlığı, ömür versin ki, bax bizim bu şəhidləri yaşadırlar və yaşadırıq. Və mən sözümü Qudrətə tutub deyirəm ki, Qudrət, sən başını dik tut. Doğrudan da siz igid qəhrəman atalarsınız. Siz dövlətimizin həmişə daim irəlidə, önündə duran atalarsınız. Ona görə ki, sizin övladlarınız gözünü qırpmadan düşmənin üzərinə şığıdılar. Onlar daim yaşayırlar, yaşayacaqlar qəlbimizdə, həmişə də yaşayırlar. Onlarla biz fəxr edirik. Ona görə ki, bizim Azərbaycanın belə igid oğulları var. Yaşasın bizim Ali Baş Komandan İlham Əliyev cənabları və onun sayəsində biz də həmişə övladlarımızın daim belə nətər deyil, məzarları ziyarət edirik, onlara qayğı göstəririk. Onlar da həmişə bizi bax bu, onların bizi elə ki, ruhları bizi həmişə izləyir ki, biz onları yad edirik. Çox sağ olun, var olun.